Uşaqlar salam. Bugün diyan. Uşaqlar salam. Bugün 19 aprel OTK-nın izahına baxacağıq. Əyani şagirdlər də buradadır. Səs elə Fərad. Getdik. Bunu nətə yazaq? Nətə yazaq bunu? Həll eləyəcək. Sağ ol. Deyiləm Fərad. Yazıb da qaynaq var. Deməli, hardan hara qədər gedir? 1-dən 2k plus 1-ə qədər gedir. Deyir ki, r bərabərdir. X plus 2, x da bu qiymətlərdir də 1-dən 2k plus 1-ə qədər. X plus 2 vur x plus 4. Deyir ki, əgər 2-yə böləndə qalığı 1-dirsə, bu hasil tək ədəddirsə, onda hasilin 3 mislini hər dəfə topla. İndi nə fikirləşək biz burada? Bax, elə ki, x-imiz hansı qiymətlər alacaq? 1, 2, 3, ta 2k plus 1-ə qədər, düzdür? Biz də nəyin hasilini tapırıq? X plus 2, x plus 4-ün. Düzdürmü? İndi baxın. 2k daxilindisi, hədə 2k plus 1-ə gəlsə 2k-nı götürəcək. İndi baxın. Bunun tək ədəd olması üçün gərək x tək ədəd olsun. Çünki təkin üzərinə 2 gələnə tək eləyər, təkin üzərinə 4 gələnə tək eləyər. Amma x cüt olsa, cüt plus 2 cüt, bu cüt eləyər. Deməli, x-in tək qiymətlərini götürəcəm. Yəni, bir axırıncını götürə bilmir ya, Python-da axırıncını götürmür də. Yəni, 2k çıx 1-ə qədər. 1, 3, 5, ta 2k çıx 1-ə qədər x bu qiymətləri olacaq. Aparıb, əgər bu hasil təksə deyir, x-in 3 misillərini topla. İndi baxın, x-in 3 misillərini topla deyir. Yəni 1, 3, 5, bu x-in tək qiymətləridir, hə? Bizə bunların 3 misillərini topla deyir. Yəni cavab bu olacaq. Olmağına. İndi bunu hesablamaq var. Əslində birbaşa bunun düsturu var ki, bunun cavabı x kvadratdır. Belə düsturu var. X kvadratda 3-ə vurulur, cavabı 3x kvadrat. 3k kvadrat daha doğrusu. K-ilə veriblər axı. Bu k-dır da axırıncı, ona görə. Bu k-dır. 3k kvadratdır cavab. Prosta sizlərlə yazmaq istəsən bu birinci həddir. Bu sonuncu həddir bu. Sizlərlə necə yazarıq? Birinci hədd üstə gəlinsin. Sonuncu hədd böl 2 vurulsun sayları. Bura nə qədər ədədi var? K dənə. Çünki sondan başlanğıcı çıxsan, 2k çıx 1-dən 1 çıxsan, 2k çıx 2. Bölsən 2-yə, 2 artırlar. Eləyəcək, üstünə də 1 gəlsən, k eləyəcək. Bunlar getsin, 2k-nı 2-yə böləndə k vur k, 3k kvadrat eləyəcək. Amma bu riyaziyyat deyə, bu konkret. Bu yəni, bu Python-un yaxşı sualıdır, belə deyim. 1-dən 2k-ya qədər gedir x-lar. Baxırsan ki, bu hasil tək olmalıdır. Hasilin tək olması üçün, sağ ol, Allah razı olsun Sehrat. Hasilin tək olması üçün gərək x-imiz tək qiymətləri alsın. Yəni, x-in bu qiymətləri təklər olsun. Yəni, 1-dən 2k çıx 1-ə qədər Python axınızını ala bilmir deyə. İndi bunların cəminin 3 mislini istəmir. Cəmini ilə hamısını 3-ə vururam, silsilə ilə yazıram. Bu amma biraz şey sual idi, biraz. 62-yə baxaq. Deyir, İngilis əlifbasının hərf simvolları və rəqəmlərindən ibarət mesaj aşağıdakı qaydadan şifrələnir. Hərf simvolları 3 vaid sola gedir. Sezar solda. Rəqəmlər 4 vaid sağa gedir. Burada rəqəmlər də verir. O da 4 vaid sağa gedir. İndi bizə deyir ki, şifrələnəndən sonra bu alınıbdır. Hə də onda geri qayıt. Deşifrələyəcəyik, qaydacağıq. Bir dənə buraya yazaq. A6, R6, R7. Birinci simvola baxsaq. Hə? İndi baxın, hərflər 3 dənə sol deyildi. Biz 3 dənə sağ eləyəcəyik. A-dan 3 dənə sağa, 1, 2, 3. Cavab D ilə başlamalıdır. D olmayanları atarsan. Axırıncıya baxaq. Bu 7-yə. İndi rəqəmlər 4 dənə sağa getmişdi. Hə? Onda axırdan bir əvvəl. Üçüncü hamısında fərqlidir. Nəysə, bir dənə buna baxaq. Diyan, R-ya baxaq. Onsuz da R burada da var, burada da var da. Diyan. R indi 3% sola getməmişdi hərflər. 3% qabağa atırıq R-ni. 1, 2, 3. Deməli, burada da U olacaq. Burada U olacaq. D, U var elə bir şey. A-da var da. Bu D, U. Rahat deyə mən cavabı. Bunu hamı yazardı deyə düşünürəm. Yox, video kimidir, sonra paylaşacağım. K-dan keçməli isə K-dan keçməyənləri tullayaq. Bu xət, məsələn, K-dan qıraqdan keçir də, hə? Bu K-ya daxil olur, bu isə qıraqdan qaçır. Başqa K-dan keçməyən var. Məsələn, məzbur qalır, bura gəlir, məzbur qalır, bura gəlir. İndi bundan sonra birləri yazmaq lazımdır. Oy, qaqaş bir abir elədi bizi. 1, deməli bu eləcək 2. 2 plus 3, 2 ilə 3-ün cəmi 5, 5. Burada 5.
Buradan 5, buradan 5, 3 dənə 5, 15. Hə. Səhv eləyib. Mən də sizi yoxladım, görüm hələ tutarsız orada K-nı yazmışlar. Yaxşı bilirəm də o qədər də yox. Heç nə. Bu nədir? True color 24 bit, high color 16 bit. İki fərqli qrafik təsvir var. Bunların birlikdə həcmi 60 MB-dir. Bunların piksellərinin sayı bərabərdir. Tutaq ki, piksellərin sayı A vur B olsun. True colorda 24 bitdir, vuracaq 24-dən. High colorda 16 bitdir, vuracaq 16-ya. İndi bunların birlikdə yazaraq da byte-la narahat olmayın. Bunların birlikdə həcmi nədir? 60 MB. A vur B vur 24 dənə burada var, 16 dənə burada var. 40 eləmir. Bu bitdir. Hə? Onda həcm də 60 MB-sə bitə çevirək. Yəni 60 vurulsun, mega 220, bit də, byte da 203-də 23. Bununla bunu aparaq. Bura 2, bura 3 qalar. 20-yə aparanda. Düzdür? Onda AB-ni tapsaq nə olar? 23-dən bir dənəsi gedər də. 3 vur 2 üstü 22. Bu AB piksellərin sayı. Bizə true colorla kodlaşdıran təsvirin həcmini tapın. True colorda AB vur 24 deyil. Elə aparıb AB-nin yerinə 3 vur 2 üstü 22 yazsan, bu da 24 bitdir. 23-ə megabayt. Megabaytla istəyirsə, bunu 2 üstü 23-ə neyin yazıyıb, böləcəyik. 36 düz yazılır. Bununla bu gedir 2 dəfə. 24 ilə 2, 12, 3, 12, 36. Bunun daha rahat bir yolu da var. Yəni, bu normalda hesablama iləndir. Daha rahat yol var. Bunların pikselləri eynidirsə, yaza bilərik ki, məsələn, biri 24x qədərdir həcmi, o biri 16x qədərdir. Hətta birbaşa bayta çevirib belə demək olar ki, birinin həcmi məsələn 3x-dir, birinci 2x-dir. Bunların ümumi cəmi 6x-dir. X bərabər 12, o soyuşdan 3x 36 olar. Bu daha qısa bir yoldur. Amma ikisi də eyni məntiqə gəldi. Onunla eləyibdi. Nəsə başa düşmədim ona. Amma bunu da düz yazıb, o birini də səhv eləyib də prosta. Burada deyək ki, diaqram hansı cədvəl əsasındadır? Deməli, Bakı 15-25 olsun. Burada elədir, burada elədir, burada elə deyil, burada elə deyil. CD getdi. Öyle yadda saxlayın. Gəncə 25-30. Y də getdi. CD, Y getdi, A ilə B qaldı. Sumqayıt 30-10, 35, A variantında. Bu çox sadə sualdır. Bu da yəni maksimum 15 saniyə. İnformatika bilməyən adam da yazar bunu. Burada hıtımılı deyir ki, web səhifə ilə eyni alt qovduğun infografik faylına istinad. İstinad A ilə yazıldı və hrefin qabağında istinad göstərilirdi. Onda burada o infografik faylı yazılmalıdır bura. Hansı variantdır? A variantı. Niyə? Çünki burada PNG-dir, qrafik faylı deyir, okey? Burada WAV-dır, WAV nədir? Səsdir. Burada image-dir, bu heç istinad deyil. A-nın yanında source qeyd olunmaz da, bu şəkilə aid idi. Image də təbii ki, şəkildir. A, bəli, A-nın yanında href, yəni istinad göstərilməlidir, şəkil olan A variantı. Şurada giriş qurğusu hansıdır? Çətin bir sualdır. Əməli yaddaş. Bura gələk. Burada nəsə babat işlər gedib. Hə, atma üsulundan cavabı deyin tapacaq. B-dir? Niyə? Burada baxın müəllim, son rəqəmlərə fikir veririk. 8-8 6 eləyir. Yəni nəsə bir ədəd gəlsin, bu ikisinə uyğun çaşdırmaq üçün eləyə bilirlər. 7-nin də üstünə 7 gələndə 4 eləyir. 2 dənə indi məntiqlə düşünə bilərlər. Tək bu variantı fərqli olduğu üçün seçə bilərlər. Biri də var ki, elə bir ki, ata bilərlər də bunu qısaca. Atdıq bunu. Bizim məntiqimiz bura kimi işləyirdi, bəli. Buradan ədədlərə baxırıq. Bizə verdiyi ədədlər. Burada 7 görürəm mən. 7 burada da 7 görürəm həmçinin. Toplayanda 14. Toplayanda 14. Burada 6-lar gedir və 8 gedir. 7 və 4 rəqəm qaldı bizdə. İndi qiymətlərə baxırıq. Hansı daha çox böyüklüyə yaxınsa və yaxud da kiçikliyə yaxınsa. 1000-ə aid 2 dənə ədədimiz var. Yəni 1200-ə yaxın ədədlər. 1300 həmçinin də buna yaxındır. 1400 biraz daha böyükdür. Ən böyük ədəd olduğu üçün bu getmişdi. Bu da getdi, bu da getdi, ol qaldı. Bu ikisi arasından 1047, 1254. Ən yaxın belə seçə bilərik. D variantı. Amma D də ola bilər, B də ola bilər. D variantı nəyə yox? Mənim Fərhad D variantı deyir. Gəl indi baxaq görək düz yazdı Fərhad yoxsa yox. Çox pis yazdı. Bu nə günə qoyub bu vərəqin üstünə? Başa düşmədim.
İndi baxın. İndi baxın. A mənfi 10-dur. F A nədir? F mənfi 10-dur. Biz də burada hesabladıq ki, 4x kvadrat üstəgəl 523-dür də bu. Yəni 923, düzdür? Bu 923-dür. Bu nəyi deyir? Deyir ki, hansı f illər b-dən kiçikdirsə, hər dəfə b onun qiymətini götürəcək. Yəni bu kiçiyi axtarmağa çalışır da özündən. Düzdür? Bu mənfi 9, 10 arasında, mənfi 9, 10 arasında ən kiçik qiyməti axtarmağa çalışır. Kiçik qiyməti. Mənfi 9, 10 arasında kvadratı ən kiçik olan nədir? Sıfırın özü deyil. Sıfırın özüdür də. Çünki məsələn mənfi 5 də versəm, müsbət 5 də versəm eyni cavabı verir. Mənfi 9 da versəm, müsbət 9 da eyni cavabı verir. Ən kiçiyi axtaran koddur bu. Çünki hər dəfə nə zaman f kiçik olsa onu götürür, ona bərabər olur. Onun deməli x-in sıfır qiyməti burada bizim üçün ən kiçiyi alı verəcək. O a həmin o i qiymətinə sıfıra, b də f-yə sıfır versək 523-ə bərabərdir. Bizə deyir a plus 1, 1 və 523-cü qatı 1000. Düz tapdı ha. Nə tapdın nə güzel? Özdə yəni çox mənasız dedi. Biz 3-ü 2-yə vurub üzərinə bir cavab 7 aldıq. Bu oradakı 7-lərə baxdı, nəsə cavabı 7 dedi, düz. Valla. Bu nə deyə burada? Nəysə. Nəyi çap eləyir? Inputla bir sətr verib, for x-ini n-in içindəki elementlərə baxacaq. Əgər o element a-ya bərabərdirsə, s bərabər s plus k, hər dəfə k-nı bir vahid artırır və hər dəfə s bərabər s plus k. İndi baxın. A simvollarının indekslərinin sayı olmaz, indekslərinin cəmi olar da. Bilirsiniz hərdən? Tutaq ki, mən buraya yazmışam ki, salam. İndi bax, üstlərinə indeksləri qeyd edirəm. Fikir ver. Bax, sıfırdan başladı k. Hər dəfədə k bir vahid artır. Yəni, sıfırıncı indeks 1, 2, 3 deyə k indeksləri göstərir. Hansı elementlər a-ya bərabərdirsə, onların indeksləri neyinir? Toplayır. Onda a-nın indeksləri tax birdən üstü, birdən üstü toplayır. Yəni, cavab olaraq a-nın indekslər cəmi b variantı olur. Bunun variantları var deyə rahatlıqla yazmaq olardı deyə düşünürəm. Bu hörümçək ayağına Spider-Man mayda çıxacaq kinosunda bir referensdir. Bəli. İyunda olacaq. Yox, özüm gedəcəm. Deyirlər ki, çox zor olacaq ha. Brand new day. Brand new day. Baxmısınız fraqmanına? Həqiqi. Uşaq deyir ki, n dənə 8 bucaqlı var. Onda burada təpələrin sayı nə qədər olar? Təpələrin sayı, hər bir 8 bucağa 8 dənə təpə var. N dənə 8 n dənə təpə var burada. Bəs indi burada xəttlərin sayı nədir? 8 bucaqlı 8 dənə xəttdə olur. N dənə xətt var deyə, bax burada xəttləri yaz, tillər də yəni. Hər bir 8 bucağının n dənə xətti var deyə, 8 n dənə xətt. Bir də bunları birləşdirən xəttlər var. Yox, niyə? Bax 1, 2, 3, 4, 5, 6, 7, 8. Hərəsində 8, 8 birləşdirən xəttlər var. Amma burada bir məntiq var. Tutaq ki, 2 dənə 8 bucaqlımız var. Onları bir dənə 8 dənəlik xətt birləşdirəcək. Məsələn, 5 dənə 8 bucaqlı varsa, oranın aralarında 4 dənə xətt geri qalacaq. Aradakı yerlərin sayına bax da, tutdunuz nə demək istəyirəm? Yəni 2 dənə 8 bucaqlı varsa, arada bir dənə xətt yeri qalacaq. İndi n dənə 8 bucaqlı varsa, n çıx 1 dənə o xəttlərdən var. Yəni 8 dənə də n çıx 1 hissədən var. Onda xəttlərin sayı olacaq 16n çıx 8. İndi bizə deyir ki, sıfırların sayı tapır. Sıfırları tapmaq üçün ümumi bunun kvadratıdır da, təpənin kvadratı. 64n kvadratı. Çıxmalıyam birlərin sayını. Birlərin sayı isə tillər vur 2 deyildi. Tillər vur 2-yə. Bunu vur 2-yə. 32n. İndi vur 2-yə 16 mənfiyə deyəcək, müsbət 16. Hansı cavab? Nə dedim mən? Ye demişdin sən bunu? Ye demişdi. Sən atsan sən bunları? Bəli, bu çox asan bir şeydir də. Burada görə 64 rəqəmi çoxdur burada. Birinciyə 64 seçirik, B ilə D gedir. Burada ikinci ədədə baxırıq, 32 indi çıxılmalıdır yoxsa üstə gəlməlidir. Ona əsasən baxıram ki, birinci çıxmadı, ikinci çıxmadı, üçüncü çıxmadı. Pluslar gedir, ona görə belə də gedir. Yox, bunda da çıxma qalmışdı. Çıxma 32-nin, oradan baxırıq ki, 8-ə bir də 16-ya baxıram mən. 16, 16. 16-ya daha yaxındır deyənə 16 rəqəmi seçəcəm mən burada. B variantda getdi. Qaldım burada C ilə bunun arasında. Nə danışıyorsun?
Buradan heç nə vaxt. Cavab yalansın deyə bir şeylər eləyir də yəni. Amma mən deyil, bir dəqiqə mən də eləyəm. Bax. 64-dən çoxdur bunları göndər. 32-lərdən çoxdur bunları göndər. Burada baxıram ki, 16 2 dənədir, 32 bir dənədir, işte 16. Hə. Amma mən də cavab biləndən sonra mən də eləyirəm də onu. Mən ən asanında oldu da. Siz yarım sual edirsiniz. Bura baxaq. Uşaqlar, bu sorğular Euler-Venn diaqramıdır. Bilirsiniz də Endor söhbəti nədir? Yəni burada A var, B var, C var. Üçlü Venn diaqramıdır bu. Bir dənə üçlü Venn diaqramı çəkirik. A, B, C olsun. Və bu nə deyir? A ya da B, ya da B deyirəm. A və B demirəm ortaq olsun. A ya da B, A ilə B-nin birləşməsi kəsişsin C ilə. A və B-nin birləşməsi C ilə kəsişdirlər, bax buralardır. A və B bütöv kəsişsin C ilə. Bu hissə deyil. Bu hissə 800-dür. Bax, bura qeyd edirəm ki, bu hissə 800-dür. İndi A və C, A ilə C-nin kəsişməsi. Bu hissə 600-dür. B və C-nin kəsişməsi. Bu hissə 350-dir. İndi əslində məsələ bitdi. Fikir verin. Biz nə eləmək olar? Bu hissə ilə bu hissəni toplasaq nə olar? Yəni A ilə C-nin kəsişməsi üstə gəl B ilə C-nin kəsişməsi. Dayan da. A və C-nin kəsişməsi 600-dür. B və C-nin kəsişməsi 350-dir. Amma bunların hər ikisindən nəyi 2 dəfə saymış oldum? Ortadakı bu hissəni 2 dəfə saymış oldum. Buradan ortadakı hissəni çıxsam, bütöv 800-ü verməli deyil. Bu ikisinin cəmi 950, 800 çıxanda 150. Yəqin ki, onu soruşur. A and B and C. Üçün də kəsişməsi buranı istəyir. Niyə şərt toxumadan cavaba baxmısınız ki? Hədi işlə hər şey toplayıb çıxınca. Nəsə, həlli belə idi. Bunu da rahat salmışdılar. Burada deyir ki, verilənlər bazasında o sahələrin tiplərini müəyyən. Bu 1, 2, 3 deyə ardıcı yerdir ya nambədir, ya da avtonambədir. Çünki ya rəqəmlər, indi burada avtonambədir, ikisi də ödəyir ha. Hamısı ödəyir ha, yəni bunların. 1, 2, 3-ü əllə yazsan adi nambədir. 1, 2, 3-ü avtomatik qoysan avtonambədir. Hə, böyük ihtimalle avtomatikdir. Neyim? Yəqin ki, tekst olar. Baxıram text, yes, no, bu getdi. Y variantı getdi. Baxıram surname. Surname text ola bilər. Baxada text var, number olmaz. C getdi, number olmaz. Qaldı ABD. Nə problem var? Heç nə. İndi bu currency valyutadır da. Hyperlink getdi. Qaldı aynen deyə. Axırda yes, no var da. Number olmaz. Qaldı yes, no. Yəni burada hamısına tək-tək baxsan, variantlar etsən, bu da asandır. Bəli, İngilis dilim currency. Yes, no? Bilmirəm. Burada hıtımlımız var. Fikir verin, U burada açılıb, burada bağlanıb. Hamısının altından xətt çəkiləcək. Onda elə nə gedir? Bu nə variant qoymaq? P də gedir. İndi bu bold yalnız examination'da, yalnız o qalın yazılmalıdır. A gedir, Y gedir, C qarda. Yalnız bu qalın. Bəli. State dim imtahan mərkəzi, dövlət imtahan mərkəzi. Dövlət imtahan mərkəzi. Gələk bura, bu niyə belə bulanıqdır? Yazını atacağım demişdə, bilmirdim nə də burada. Nəysə, deyir ki, not məhz 90-dan böyük və C-si 97. C-si nədir ki? Nə? CSGO. Bax, birinci bu mötərizəni həll eləyək. Mas 90-dan böyük olsun. Bu. 1, 2, 3. Bu. 6, 7, 9. Və C-si 97-dən kiçik olsun. C-si 97-dən kiçik olsun. Ona 1 olmaz. 2 olmaz. 3 olar. 97-dən kiçik bu olar. Bu olar. 6, 7, 9. Hansılar qaldı? 3. 3, 6, 7, 9 bunun cavabıdır. Amma qabağında not var deyə 3, 6, 7, 9-u silirik. Yerdə qalanları yazırıq. 1, 2, 4, 5, 8. Belə olur birinci cavab. Hadi yazırıq da nə olur? Bura bir dənə or yazırıq. Not C-si 95-dən kiçik. Yəni 95-dən böyük bərabər. 95-dən böyük bərabərlər. Budur. Yəni 1, 2, 3, 8. 1, 2, 3, 8. Bunları da birləşdiririk də. 1, 2, 3. Hamısını yazmalıyıq. 1, 2, 3, 4, 5, 8. 6 dənə. Sayını istəyir 6 dənə. Bu da sadə
Beləni bacarsan ikinci sualdır, hə bu? Bayaq da bir dənə tiplərindən düşmüşdü. Nəzər. Gələk bura. Şahid, sizcə burada cavab hansıdır? Məncə Y variantı. Bilirsiniz də, fayl adında ola bilməyəcək simvollar vardır. Müqayisə işarələri olmaz, slashlər olmaz, ulduz olmaz, sual işarəsi dırnaqlar olmaz. Baxıram ki, Y variantında ulduz var. 2 nöqtə də olmaz, bəli. Baxıram ki, Y variantında ulduz var, olmaz. O birlərdə olan şeylər. Burada ikilik sayı sistemində ifadə eləyin deyir. Bunların hamısını onluğa çevir, topla. Ondan sonra ikiliyə qaytar. Məsələn, bu üstünə 0,1 yazsaq, 3 vur 8, 24. Bu üstünə 0,1 yazsaq, 16 vur 2. Neçə eləyir? 32. Bu da 0 yazsaq elə 8 demək. 64. 64-ü ikiliyə çevir. Əslində 64 2 üzəri 6 deməkdir deyə. Deyə bilərəm ki, bu 1, yanına 6 dənə 0 da. Şurada. Çevirmədən yazar. Yəni, çünki 6-cı indeksdə 1 var, qalan heç biri yoxdur da. 1 milyon. Ümumiyyətlə, cavab 1 milyondur. Hə, düz yazır. Halaldır. Şagirdlərimiz bilinir. Burada deyir ki, 32 simvollu əlifbada kodlaşdırılıblar. Onda bir simvol neçə bitdi? Çünki 32 2 üzəri 5 deyə bir simvol 5 bitdi. İndi algoritm söz neçə hərfdir? Nə var burada? Bu neynə? Məsələn, alı dairəliyib neynəməyə çalışır? 1, 2, 3, 4, 5. 9 hərfdir. 9 vur 5. Bir simvol 5 bitdi. Bəli, bu 45 bitdi. Necə parçalamaq deyə 45. Programming neçə hərfdir? 11. 11 vur 5, bu 55 bitdi. Software, bura 8 vur 5, 40 bitdi. İndi baxın, 45 biti belə yazmaq olar. 5 byte plus 5 bit kimi. Sonra 55'i yazmaq olar. 6 byte, 6 vur 8, 48, hə, eləyir 55. 40 da elə 5 byte deməkdir. Y variantı, yox, yaxşı yazıb da pisdir. 10 terabaytın 25%'nin yarısı. 25% 4'də 1'dir, bir də yarısı 8'də 1'dir. 10 terabayt vur 8'də 1. Bizdən byte ilə istəyir. Kilo, mega, giga, tera. 40 deyil. 240 da. Hadi. Bununla bu gedər 8 200 deyə. 237. Ondan da bir dənəsini göndərirsən ora. Hansı cavabdır? C variantı. Əla, davam. State examini, dim imtahan, dövlət imtahan mərkəzi. Deyir ki, LS deyə bizim çox pis görsəni, kalite çökür. State, boşluq, examination, boşluq, center. ls.count A. A simvolların sayını tap. 1, 2, 3, 3 dənə. Üstə gəl. Üstə gəldi bu. Hə. LS başdan 7-ci indeksə qədər. 0, 1, 2, 3, 4, 5, 6. 6-ya kimi gələr də. Hə, 7-ni saymaz. State E. Hə, onun uzunluğunu istəyir. 5, 6, 7 dənədir. Bu da 7. Bunun cəmi neyəcək? 10. Əla. İndi deyək ki, R bərabərdir. Ev 10'da axı. Ev 10'dur. 10 üstə gəl. 7-dən bu yana tapdığın ilk A. Find A-nı tapmaqdır. 7-dən bu yana ilk A. 7 buradır, 8 buradır. A 8'də olmaz 2 dəfə. 10 plus 8, 18. İndi burada deyək ki, print ls indeks Y. İndeks Y. 2 dəfə Y-ni gördüyün indeks tapacaqsan. 0, 1, 2, 3, 4. İlk dəfə Y-ni gördüyün 4'dür. Separate plus. Aralarına plus qoya-qoya gələcək də. 4 plus ev 10'dur. Plus R 18'dir. Plus F plus R. Ara səhv eləmişik. Elə eləyək. İnformatika müəllimi sualı yazamadı. Şagirdlər necə? Bax, bu LS 7-0 var. Bunun özünü ayrı bir şey kimi götürməliyik, ayrı bir sətir kimi. 7-dən başlasın, bax belə. Combination nəsə center, bax belə. Yəni bunda, bu sətirdə ilk dəfə qarşımıza çıxana birinci olacaq da. Burada bunun yerine 1 qeyd eləmək lazım, eləcək 11. Var mı belə bir şey? Hanı? 4, 10, burada 11, bir də 10 ilə 11'in cəmi 21. B variantı.
Halaldır. Şagirdimiz bilinir də. Kimdir bu? Kamrandır. State exam səndə yaxşı da, yaxşı. Ən dümdən işitləyən siz. Mən indi şey deyəcəm. Buranı kəsərəm. A bərabərdir S5-dən bu yana ilk dəfə tapdığına. İndi S5 hanı? 0, 1, 2, 3, 4, 5. Bu boşluqdan bu yana yeni bir siyahı kimidir. Orada ilk dəfə hanı tapdığın? 0, 1, 3. 3, hə, bunun cavabı eləcək 3. İndi S.find ilk tapdığına. 0, 1, 2, 2. İndi 3-dən bu yananı yaz. Yəni T-dan bu yana. T-dan bu yana. Tap A-nı 6-14 arasında. T-dan bu yana A neçədir? T-dan bu yana yeni bir siyahı kimidir uşaqlar? Belə. 0, 1, 2, 3, 4, 5. Olur bura 5. İndi deyir ki, S bərabər S.split boşluğa görə buna parçalayır. 3 dənəli bir siyahı alınır. State. Sonra exam. Sonra center. Belə bir şey alınır. İndi deyir ki, A vur B vur C. 3 vur 2 vur 5. 30. Üstə gəl lenka. Bunun da 3 dənə sözü var deyə 3 də. 33. Bu niyə cavabı mənfi 3 alıb indi? Yox da, bu fine da. Hər şeydə problem yoxdur bizdə. 33. Müəllim səhv etdi yenə. Yorumlara yazalım. Siz necə müəllimsin? Hər səhifədə 15 sətir, hər səhifədə 40 simvol var. 10 səhifədən ibarət sənədli iş zamanı aşağıdakı əməliyyatlar icra olunur. 5 dəfə backspace düyməsi sıxılır. 5 dənə simvolun getdiyini varsayaq. 3 dəfə delete basılır. 3 dənə simvolun da silindiyini varsayaq. 2 dənə hərf rəqəm klavişi sıxılır. Demək 2 dənə hərf rəqəm əlavə olunur. 2 dənə gəlir. Bir dənə kursoru idarə edən düymə. Kursoru idarə edən düymə home end dəyişmir də, o yan bu yana geyir onsuz da. Bu dəyişməz. İndi deyir ki, simvolların sayı ən az neçə ola bilər? Bunların hamısının silindiyini varsayaq. Ümumi 15 vur 40. 600 vur 6000 dənə simvol var. 5 3 burada gedir. 5992. İkisi gəlir 5994. B variantı. Bu sual niyə belə veriblər? Niyə ən az soruşur? Çünki qulaq asın. Mən sənədin ən sonunda dayansam, orada backspace bassam heç nə silməyəcək. Məsələn, delete bassam bundan sonra heç nə yox. Yəni silməyə də bilər. Ən yüksək ehtimalla 5 dəfə basanda 5-in hamısı silinəcək. 3 dəfə basanda 3-ün hamısı silinəcək. Ən yüksək ehtimal budur. Ən az bu qədər qalacaq. 5900. Bu niyə yazmayıb görəsən? Bunu kim yazdı? Bunu evə versin. Lənət olsun. Gəldi algoritm. Nə deyir? İcrasından sonra qiymət tapın deyir. Cavab 0-dır. Deməli, N28 A43-dür. Nə qədər ki, A ilə böyükdür, proses davam edir. Burada bir dənə dövrlərin sayını x desək, N28-də ön, 28-in üzərində hər dəfə 3 gəlir, x sayda. N olacaq 28 plus 3x. Sonra burada A hər dəfə 2 var, azalır. İndi dayan hələ, A-nı yazaq. 48 hər dəfə 2 çıxır, 2x sayda. İndi bu dövrün bitməsi üçün yox qoluna getməlidir. Yəni A N-dən böyük yox, A N-dən kiçik bərabər. İndi A buradır, N buradır. 43-dür. Sizi yoxlayın. A buradır, N buradır. A N-dən böyük yox, A N-dən kiçik bərabər olmalıdır. Belə olar işarə. A kiçik bərabərdir N-dən də. İndi elə bilərsiniz ki, bu eyni şeydir, yerlərini dəyişik yazmışam. Qulaq as da, mən A-nı sağda yazmışam. Eyni şeydir. İndi ataq x-i o yana bu yana. 5x böyük bərabər 15. X böyük bərabər 3. Yəni 2 dəfə 3 qiymətində dövrdən çıxılacaq. Onda A və N-in son qiyməti nə olar? Burada 3-ü qoy yerinə 28 plus 9. 37 N-in son qiymətidir. Burada 3-ü qoy yerinə 43 çıxaltı. Bu da 37. Elə bərabər olub çıxırlar da bunlar. 37. İndi N3 vahid artır. Bu niyə 41 yazıb? 40. A-dan da 2 çıx. A-dan 2 çıx. 35. Bunu düz yazıb. N A-ya bərabərdirmi? Necə bərabər olsun? Bayaq bərabər ilə bunlar. Yox. Y bərabər N plus A. 40 plus 35. Özdə, bax, qulaq as. Cavabı 76 verməsələr, bu uşaq səhvini tapardı. Bilərdi ki, 76 yox, aldığın cavabı 75-ə yaxındır da. Həm də yəni 76 niyə verirsiniz cavablarda? 31, 34, Orada özü bir-bir addımlayıb, orada bir dənə toplayıb.
Elə ki, 31, 34, 3-ü satmalıyıq. 37 olmalıydı burada, 38 yazıb. O üstünü eləsəydi sən eləməzdin. Yox, la, bu üsulda səhvdir. Öyle prosta 300 toplayasan da, topla da. 3-nə 4 gəlib. Eybi yox. Gözləyib. Sən səhv oldu. Bu oldu da 2-3-dən. Bura gələk. Nəticənin 72 olduğu məlumdursa, N-in girişdə verilə biləcək natural qiymətlərinin cəmini tapın. Sonda P 72 olacaq. Kodu bir də analiz eləyək. Import məhz daxil eləyir. N inputla ədəd daxil eləyir. Deyir ki, məhz.pi. Amma int yazıb qabağına. Pi-nin tam hissəsi. 3,4-ün tam hissəsi 3-dür də. 3. İndi heç k bərabər int N-i kök altına alır. Üstündə 2-də 1 yazır axı. Bax, bu kök altına alıb tam hissəsini tapır. Int yazıb deyə tam hissəsini tapır ha kök altından. İndi deyək ki, kök alandan sonra tək alınırsa, onda k vur y vur 5. Y 3-dür də, bilirik. Onda bunun cavabı 15K-dır. Bunun cavabı 3 vur 6, 18K-dır. Əgər cavab 72-dirsə, bəli, cavab 70-dir, deməli, elisə giribdir. Elisə giribdir. 18K-nı 70 gəlib, deməli, K neçə olmalıdır? K4, onsuz da K4 cüt olmalıdır. İndi biz nəyi düşünək? Kök altından 4 çıxan, tam hissəsi kök altından 4 çıxan hansı ədədlər var? 16, 17, 18, ta 25-ə qədər. Bu ədədlərin hər biri, bu ədədlərin hər biri, amma biz burada N-in tək olmasını istəyirik. N də başda verdiyimiz bu ədədlərdir. Tək olmasını istəyir, 16 olmaz. Yox, mənim, əgər elsi düşürürsə, cütlər götürməliyim. Düz deyil, düz deyil. Axı biz təkin minus olduğunu elədik. Elsə cüt olmalıdır. Biz cütləri götürməliyik. Onda 16, 18, 20, 22 minut. Həqiqətən bunlar cütdür. If yox, elsə ödəyirlər. Həqiqətən kökdən 4 çıxır, K4 verəndə ödəyir. Hə, cavablar bunlardır. Cəmləri bundan bu. 40, bundan bu. 40, 80, 106. Aldı cavabı. 72 buranın cavabı deyir. 1119 bölü 2 alıbdır. Nəsə. Çatırmış da az qalıbdı. Gələk bura. Çıxışa veriləcək 667-dir. Çıxışa veriləcək 667-dir. İndi baxın, bizdən N-i soruşur. Aha. Deyib, bu nədir? N-dir bu. N nə qədər ki, Y-dən kiçik bərabərdir. N üzrə nə dəfə 24 gəlir. Y 20 manat. Dövrlərin sayı X olsun. Y 567 ilə başlayır. Hər dəfə üzərinə 20 gəlir X sayda. Ən sonda nə olubdur? 667. Onda 100 bərabər 20X, X bərabər 5. Demək olarmı ki, dövr 5 dəfə işləyir? Hə. İndi baxın. N için qiymətini bilmirik. N olsun. N-dən hər dəfə üzərinə 24 gəlir 5 dəfə. Onda 120 gəlir. Artıq bu dövr bitməlidir. Yoxa çıxmalıdır. N böyük olmalıdır. Yəni, kiçik bərabər nə kiçik? Böyük olmalıdır Y-dən. Y də 567 ilə başlayır. Axırda 100 gəlir. Elə o 667 son qiymətini alır da. İndi N böyükdür. 548 eləyəcək cavab. Bəli, düz yazıb deyəsən. Bəli. Bilmirəm. 667 çıx 120. 547. N 547-dən böyükdür. Deyir ki, N-in ala biləcək qiymətlərin cəmini tapın. Onda burada 547-dən böyük 548 ilə başlayar. Bəs neçəyə qədər gedə bilər bu? 1000-ə qədər. Məsələn, bunun o bir tərəfdən sərhəddi nə olar? 548 ilə başlayır. Bunların arasındakı bu dövr fərqi nədir? 4 deyil. Əgər bir dənə də 4 artım olsa, keçər o biri dövrə. Ona sən bunu maksimum nə qədər artıra bilərsən? 3 vahid. 548, 549, bunun maksimum 3 vahid artırmaq olar da. Sonra 550, 551. Bunlar artıq 552 olsa, hər dəfə dövr arasındakı o fərq 4 olar deyə bu keçən növbəti dövrə. Bu 4 dənəsi ödəyir və bunların cəmini istəyir. Bununla bunun cəmi 1099, bununla da bunun cəmi 1099. 2 dənə 1099, 2198 eləyəcək. 1000, 2000. 1098, 1098. 1099 idi, deməli. Hə, 2198. Deyil. Amma bu həqiqətən qəşəng sualdır. Uca bundan 4 vaid sonraya gəlsə, bu növbəti dövrə keçəcək. Hər 4 dənədən bir növbəti dövrə keçmir aradakı fərq.
Yəni bu dövrün məntiqi bilsən nədir? Bu dövrün məntiqi odur ki, n y-dən balacadır. N hər dəfə aradakı fərqi 4 dənə bağlayır və axırda gəlib ona çatmağa çalışır. Yəni dövrün əsas gediş termini 4-dür. Ona görə 4 dənədən sonra növbət dövrü keçəcəkdir. Oradan niyə 549-dan 551-i cəmləmədiniz? 550-ni cəmlədiniz. Sən nə etdin? Bunların cəmi, bunların cəmi bərabər olacaq ona görə. Bunları toplayıb 2-yə vurdum da. 2198 eləməli. Burada nə var bu? Ay maşallah. Gələk bura, burada da biraz hoqqa veriblər. Elə olmalıydı da. Deyir ki, 5 ədədinin çapa verilməsi üçün, K-nın 5 olması üçün N-in ən kiçik qiymətini tapın. Yəni K2-dən başlayır, K hər dəfə bir-bir artır. 5 alınıb cavab. 3 dəfə işləyib deyə bilərəm. Dövr 3 dəfə işləyibdir. İndi bizdə söhbət nədir? N-i 16-ya böləndə qalıq 3 alınıb. Hər dəfə N-i 16-ya bölə-bölə gediblər. Ən kiçik qiymət. Ən axırda cavabın, məsələn, qalığı 16-ya böləndə 3-dən böyük ola bilər qalığı. 16-ya böləndə qalıq 3-dən böyük, ən kiçik nə ola bilər? 4. Ən sonda ədədin 4 olduğunu düşünək. Ən sonda 4 olub dövrdən çıxıb da, yəni. 4 olub, 4 olanda dövrə 1 də giribdir. 16-ya yenə bölüb 0 olubdur ən son. Elə ki, ən axırıncı dəfə 4 bu dövrü ödəyir. Çünki 4-ü 16 bölünə qalıq 4, 3-dən böyükdür. Dövrə girir, 16-ya tam bölünür, 0 dəfə düşür, sonra dövrdən çıxır. Yəni son ikisi budur, bundan bir dənə də əvvələ qayıtmaq lazımdır. Hər dəfə 16-ya bölmürdü, sən 16-ya vur bunu, 64. Amma 16-ya böləndə qalıq 3-dən böyük olmalıdır axı. 64 16-ya tam bölünür. Biz buna 68 deməliyik ki, yəni qalığı 4 olsun, indi həqiqətini ödəyir. N-in yerinə 68-dir. 16-ya böləndə qalığı 3-dən böyük. Ödəyir. 16-ya böləndə qalığı 3-dən böyükdür. K1 artdı oldu 3. 68-i 16-ya tam böldü, anı 4. 4 dövrə girir, 3-dən böyükdür qalığı. K oldu 4. 4-ü 4-ə bölü 0. Hə, K5 olmadı axı. Yoxsa oldu? Axı 0 dövrə girə bilmir. 0 dövrə girə bilmir, K yenə artmır. Bununla girdi, K oldu 3. Bununla girdi, K oldu 4. Axı bu dövrə girə bilmir, K-nı 5 eləsin. Biz bir dənə də deməli axıra qayıtmalıyıq. Bir dənə də. Çünki dövrə girənlərin sayı üçün bu dövrə girə bilmir axı. 68-i 4-ə vuracaq. 68. Axı o ədəd 16-ya bölüb bunu alıblar. Tərsdən düşün. 68-i 16-ya vurun. Bu nə rəqəmlərdir verirsən ümumiyyətlə? Bu hesabı indi bir dənə. Kalkulatora bir dənə vurun. Baxın müəllim. 68 16-ya 400. 408, 680, 408, 1000. Ha vur qutar da. Başara bilirsən. Neçə? 1088. Baxın. Sualın məsələsinə bax. İlk rəqəm 1088-dir. 16-ya böləndə üzərinə 4 də gəlməliyik bunun qalıq söhbətini ödəsin deyə. Üzərinə 4 gəl 1092. İlk ədəd 1092-dir. Böləndə həqiqətən qalığı 4 edir, 3-dən böyükdür. 1092-ni bir dəfə 16-ya bölürlər. Düşür 68-ə. 68 də həqiqətən 16-ya böləndə qalıq 4-dür. Bir də bölürlər, düşür 16-ya bölünəsi 4 deyil, hə. 4 də 3-dən böyüdü qalığı, ondan sonra düşür 0-a. Yəni ödəyənlər hansılardır? Bu. 3 dəfə ödədilər. 1092 dədə. Rəqəmlərin cəmini tapın. 1092-nin rəqəmlərin cəmi. 1, 9, 2, 12. Halaldır. 12. Vaxt aparan suallar deyə axırları. Müəllim, burada səhv elədiniz. Niyə? Orada 1092-ni 16-ya böləndə 68,25 edir. Hədə eləməlidir. Siz tam Nətə? 68 1092 16. Hədə eləməlidir. Qalıq 4 qalsın. Onluq sayı sistemindəki payları 8-yə çevirəcəyik. Hər şey 8-in qüvvəti olmalıdır. Bu 10 üzəri neçədir? 10 üzəri 40. O məncə özü yazıb, Ruçka ilə 10 üstündə. 20-yə oxşayır, 10-a oxşayır. 40-dır müəllim. Özü burada yazıb görəsən. 40 böl 8. Müəllim nə yaxdarsın? Burada 16 üzərinə yazıb. Həqiqi. O da mən görmürsən. Deyirəm. Heç nə. Belə eləyək. Biz necə eləyək? 2-nin qüvvətlərini gətirək, sonra 8-ə çevirərik. Məsələn, 40-ı yazıram 5 vur 2 üstü 3. Hətta mən 40-ı 2-nin qüvvətlərinin cəmi kimi yazım. 40-ı yazıram, siz necə? 32 plus 8.
Hər şey üçün qüvvətləri olsun da. 16 üzəri 40-ı yazacağam. 2 üstü 160. Olar belə. Bunu yazacağam 2 üstü 3. Bunu yazacağam 2 üstü 5. Vurub açaq. 2 üstü 165. Üstəlik 2 üstü 163. İndi bunu 8-liyə çevirəndə 8 2 üstü axı 3-ə böləcəyik qüvvətlərimizi. 3-ə böl. Tam nə qədər düşür? 55 eləyir. Qalıqda heç nə qalmır. 0. Bunu 8-ə böləndə 54 eləyir. 54 eləyir. Yəni qalığında 1 qalır. İndi bizə deyək ki, neçə rəqəmidir? Ən böyük qüvvətin üzərinə 1 gəl. Bəli, 56 olacaq. Başqa yolları da var, amma ən rahatı ikin qüvvətlərin cəminə yetməkdir. Vurub atsam birbaşa cavab gəlir. Alıb mı 56-nı? Alıb abi. Halaldır. Burada deyir ki, diapazondakı xanaların sayını tapın. C1-dən C7 ilə 7 dənədir də, 1-dən 7-yə kimi. D variantı. B2-dən B6-ya, 2-dən 6-ya qədər. Sonundan başlanğıcıq üzərinə 1 gəl. 6 çıx 2, 4 üzərinə 1 gəl, 5. Hanı? Ha, D deyə burada, BD-dir. Bax, hərflərimiz gələcək BCD. 3 dənə hərfimiz var. Sütunlar gələcək 2-dən 6-ya qədər. 5 dənə sütunumuz var. Onda 3 vur 5, 15 xana var. A variantı bura. B3, D4, BCD xanalarımızda 3 dənə. Deməli, 3-dən 4-ə kimi elə 3-dən 4. 2 dənə də 3 vur 2, 6. 6-da Y variantı. D, A, Y. Vəsə. Başqa cavab da yoxdur yoğunlaşdırma. Gəlir mən yazarım. Sıra-sıra hamısı. Yaza bilərsən bunu? Bu nə olsun? C yaz. 90-90 mən gəlir. C yaz. Sıra-sıra. C yaz. Mikrofonu da sağ verin. Necə salam? Bir dənə salam mən. Nə deyim? Sahəyə yaxşı mən əlimdə sağ. Deməli deyir n natural x və a həqiqi ədədləri verilir. Yəni burada belə çəkəcəyik belə. Verilənlər x-dir. N-dir, bir də a-dır. Deyir bu hasilini hesablayan alqoritm blok sxemi qurun. Biz burada i-yə bir dənə 1 verəcəyik. S-ə də 1 verəcəyik çünki hasildir. Hə? Bir dənə şərt blok açılır buradan. Nə qədər ki i... Ay Fuad, şərti elaşdırıcı da şərti. Alsın mən bir dənə gözüm. Həyə düşürük. Əgər i-dən kiçikdirsə... Neyse. S bərabərdir. S vurasın. A plus i vurasın x-in üstü bir dəqiqə. Necə? X-də bu. Bu n-dir müəllim, nədir bu? X-dir, x. N-dir. Yo, burada. Sən özlərsən bax, 2, 2, 3, 3, n getməli. N-dir. O da i vurasın x-də i yazırıq. Sonra da i-ni də 1 vaid artırırıq buradan. Bura gətirir şərtə. Buradan yox yazırıq. Yoxlayaq da. Və S-i çapa veririk buradan. S-i niyə çapa versən? S-i deyək çapa verir də. Öyle neylədin? S1-dən başlatdın hasili deyə. Bəli. Yeni birdən başladın. Hə, burada o tekan səhvi var uşaqlar. Bəli. Burada 1x üstü 1, 2x üstü 2, 3x üstü 3. Burada n x üstü n olmalıydı. Yazmısan ki, A-nı daxilə vermirsən də. Bəli, hamısı. Hər dəfə S-i vursun, A üstə gəl, i vur x üstü i. X üstü i-ni də olduğu kimi yazmışsın, heç problem yox. Düppədüz kod. Prosta orada indi özləri bir dənə o şey səhv ediblər, amma belə kodu düz yazmışsın. Bəli, Ellər Akademiyinin dandik müəllimlərindən biri. Çox gülməlidir. 89 kim yazmaq istəyir? Ha bu niyə yalan sürüşür? Allah haqqı mənim. Kim deyir bunu? Mən də edim. Kim deyir? Mən də edim desin. Bunu sən yəhəndə vurmuşsan. Ya da mən Kameraya baxırdın, lütfəcək. Mən gördüm ki, mənə sürürsən. Ya mən gələndə ayağını yaxşı Yenə cübbulmasın. burada riyaziyyatda bir şey var ki, x minus a-nın kvadratı üstə gəl y minus b-nin Sən ki, dağılma kvadratı kiçiksə r kvadratdan. Bu çevrənin daxilindədir. Burada koordinat başlanğıcından başladı deyənə a, b 0-dır. Elə yazırıq. Neyse də, Nə verib bizə? X, y verib.
daxil elədik x-nə y-i. Burada tam ədəd deyir deyənə int deyik, amma r tam ədəd demir. Yazırıq float. Input. Sonra if açırıq bir dənə, şərt qoyuruq. Bunu yazacağıq. Yazırıq x kvadrat. Əməliyyatını biraz sağdan soldan dur ki, ekran görsənsin. Durmursan qabağını. Soluq həm də neyini? Soldan dur. Sol işarəsi oxşuyur, belə çağırırlar. Mənim canlı yoxsa video olar? Video. R kvadrat və burada elə bir şitrixlənmiş hissə buradır. Neçəncürüblərdir? Biri 2 və 4-dür. Burada fərqli işarələr deyəndə x vur y həmişə mənfi olacaq. Yazırıq x vur y. Bir var ki, uzunu da deyirsən. X müsbət y, mənfi ya da y. Bir də böyle bir qoşulmaq silləri mənfi. Kənar xətti mən deyəndə onun çevrəni yəni şey qravları. Qravlarda Səs deyil, burada. sərsinlər, yəni kiçik, sadə kiçik. Elə mi? Burada print bəli. Tərəf eləmə. Gözündə. Sistem xəbər olmur. Ay, oraya. Yazdan. Video gəldi. Yazdım. Qurtardın. Qurtardım. Kozun altından keçək. Tut bunu. Bəli, sənə bu kuboku təqdim edirik. Yəni kodun altından keçək. X ilə y-i tam veriblər deyə int ilə daxil elədi. Radius haqqında bir vahid demədiyi üçün float ilə daxil elədi. Int də yazmaq olar, heç bir problem yoxdur. Hadi çıxın gedin də buradan qardaş. Boyumuza bax. 2 metrsən nağarım. İndi uşaqlar, əgər bir nöqtə çevrənin daxilindədirsə, çevrənin tənliyindən kiçik olmalıdır. Xaricindədirsə böyük olmalıdır, üzərindədirsə bərabər olmalıdır. Bizə daxilində dediyi üçün, bəli yazmışdıq bu sualın eynisindən. Kiçik yer kvadrat qeyd edirik. Mərkəz AB-dir. Mərkəz koordinat başlanğıcında deyə AB-ni saymır. Birbaşa qalır x kvadrat, y kvadrat. Kiçik olmalıdır yerin kvadratından qeyd edib, biraz qəşəng xəttindən yazıb. Yazıb ki, və əgər bu nöqtələr ikinci və ya dördüncü rübdədirsə, ikinci rübdə x mənfi y müsbətdir, dördüncü rübdə y mənfi x müsbətdir. Yəni əks işarəlidirlər 2 və 4-də. Yəni hasilləri mənfi eləyəcək qeyd edirik. İndi bunu belə yazmayanlar da vardır. Ayrı-ayrı yazar ki, x mənfi y müsbət və ya y müsbət y mənfi. Amma birbaşa belə yazmaq daha sürətlidir. Əgər bu ikisi ödənirsə, görə başqa bir şərt vermir burada. Kənar xətti üzərində deyil, 100% daxilindədir. Çevirən işlənmiş hissəsini okey, düz yazmısan. Kod budur, əla. Afərin. İndi 90. 90 kim yazmaq istəyir? Mən. Gəl. Mən niyə yazmalıyam? Sən yazma Fərad. Niyə? Gəl görə bunu necə qeyd eləyərsən? Düzdür, düzdür. Düz deyil də, bayaq vurdum deyirəm. Yenə vurdun. Hə. Abi kameraya işiniz olmasın da. Get. Deməli, ya Allah, klaviaturadan aralarında bir Mikrofonu aşağıda tutun. elə bil milyon dəfə danışmışam. Deməli, bir dənə sətir daxil edilir. A bərabərdir, B bərabərdir, input. Deməli, ondan sonra bizə plus simvolların oradan qaldırmaq lazımdır. O da bərabər, B bərabərdir, A nöqtə split. Hər plusdan bir ayırsın deyə belə eləyirik. Split funksiyası da bunu B-ni listə çevirəcək, siyahıya çevirir. Listə çevirəndən də sonra heç nə, list funksiyası bir də lazım olmur burada. Nə istəyir axırda cəmlə hasili. Ona görə də cəm bərabərdir 0. Hasil bərabərdir 1. Hasil də hər zaman 1-dən başlayar. Ondan sonra hər dəfə bu listə çevirmişdik B-ni, hər dəfə listə baxmalıdır. Ona görə for i in B yazırıq. B-yə görə baxsın hər dəfə. Deməli, hər dəfə B-yə görə baxanda if götürdüyümüz bundan əvvəl yazaq i bərabərdir int i. B listində götürdüyümüz hər dəfə sətir olduğuna görə i bərabərdir int i yazıram ki, hər dəfə çevirsin onu intə ki, toplaya bilək və yaxud hasilini də eləyə bilək. Ona görə i bərabərdir int i. Sonra şərt açırıq ki, if i böyükdürsə 0-dan, int i böyükdürsə 0-dan, yəni müsbətdirsə, o zaman cəm bərabərdir plus bərabərdir i-yə, hasil bərabərdir hasil i.
Axırda da İndi burada gözümə çarpan şey var. Sənin yazdığın kod bilsən nələr üçün doğrudur? Bu ədədlər yalnız belə daxil olunsa, hamısı müsbət olsa. Sən pluslara görə parçalayırsan deyə əlində qalan şeylərin hamısı ədəd olacaq. İntə çevirəndə də problem olmayacaq. Amma burada girişə baxıram ki, mənfi ədədlər də var. Necə? başlanğıcı mənfi. Tutaq ki, belə. Sən pluslara görə parçalayanda aldığın simvollar sənin nə olur? Mənfi 3, 5, mənfi 2. Onda sən nə etməlisən? Sən bu ədədləri müsbət olduğunu yoxlamalısan. Çünki bizə deyir ki, nə deyir? Yalnız müsbət olanların cəmini hasilini tap. Yəni sən burada mənfi ədədlər də alına biləcək sənin üçün. Sən bunları əvvəlcə tama çevirəndən sonra müsbət mənfiliyi yoxlamalısan. Yoxlamısan? Hə, işte onu görmüşdüm. Çünki burada işarəcə qabağına mənfi atlayan ədədlər də ola bilər. Doğrudur. For in B burada nə etməsən burada? If-i əvvəl yazmışdım ki, amma I bərabər intibula çevirmisən if-dən ədədə. sonra yazılsa if şərti yoxlaya bilməyəcək. If-dən əvvəl yazılmalı. Bunlar ədədə çevirmisən, sonra demirsən ki, sıfırdan böyütsə, ədəd cəm ədəfi üzərinə icər, hasil ədəfi yavur. Burada biraz pul olur. Ha, burada çıxışı belə veribsə, bunu belə də qeyd edə bilərdiniz ki, print cəm bərabəri, məsələn, dırnaq içində yaz, qabağına cəmi qeyd elə. Sonra hasil bərabəri yaz. Bir də hasili qeyd elə. Ki, cəm bərabər cəmin qiyməti, hasil bərabər hasilin qiyməti çıxsın. Bundan bal kəsərlər buna görə. Çıxış tam deyil deyə. Yox, inanmıram. Kodu düzgün qeyd eləmsən, orada problem yox. Belə baxanda bu koddan işləmişdik. Bu blok sxemdən işləmişdik. Aşağıdakının plus yox başqa variant olanlarına baxmışıq. Yəni splitin nə qədər sualı. Yəni bunların hamısı bilinən suallar idi. Məsələn bu bilinən sualdır. Bu say sisteminin sualıdır. Siz hansılar çətin idi? Bax bu tip suallar var deyə bu. Axırda iki işlə. Vaxt aparırdılar onlar. Amma belə əvvəllər də asan idi bu arada. Əvvəllər çətin deyildi. Bu biraz matris, biraz məntiq istəyirdi, amma tutan yazardı da məncə bunun məntiqini. Belə başqa bir çətin sual görmürəm. Yəni bir 20-ni 25-i rahat gəlmək olardı 25-ə kimi. 25-dən sonra da heç nə də Allah özü bilər. Heç nə uşaqlar. Annem sizə ahlak stili Nədir? Kim vurub yenə o kameraya? Hayır get. Uşaqlar gördüyünüz kimi burada əgər bu videoya like atmasanız hər kəsin rüyasına girən adam budur uşaq. Nəysə, çox məzələnməyim, bir də görücü işdən atılmışam. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə Fərhad. Gecəniz xeyrə. Gecə olma. Yaxşı. Hayda, ətimizi Allah döysün. Bunun boyaqa dozundur ki, burada da kameraya yerləşmir. Yuxarısı yoxdur bunun. Siz balacaqsınız, mənlik deyil. 80 neçə boyum var? Sən 2 metrdir. 90. Ayda, ortamın babası gəldi, aralaşın da. Bir 90-am değil mi? Heç nə sağ olun.